Bəli, daha bir maraqlı xəbərlə davam edirik. Azərbaycanda az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra dəstək mexanizmləri tətbiq olunur və bu çərçivədə ünvanlı sosial yardım alan ailələrə uşağın 1 yaşı tamam olana kimi aylıq 100 manat məbləğində müavinət verilir. Bəli, müavinət vətəndaşlara hər hansı sənəd təqdim edilmədən aidiyyatı qurumların elektron məlumat bazası vasitəsilə təyin olunur. Müraciətlərə maksimum 10 gün ərzində baxılır və qərar verilir. Bəli, gəlin Aysel Əliyevanın süjetini izləyək ki, detallardan xəbərimiz olsun. Azərbaycanda az təminatlı ailələrin rifahına dəstək olaraq müxtəlif sosial müavinət proqramları həyata keçirilir. Təxminən 10 ilə yaxındır ki, yeni doğulmuş uşağı olan ailələrə 100 manat məbləğində müavinət ayrılır. Bu yardım yalnız ünvanlı sosial yardım hüququ əldə etmiş ailələrə verilir və uşağın 1 yaşı tamam olan ayın sonuna dək qüvvədə olur. Belə bir qərar eşitməmişəm. Olsa da yaxşı olar. Hətta 100 bəlkə də azdır. Məsələn, bizdə demografiya, yəni əhali sayı azalmağa tərəf gedir. Bir vaxt qalxdı, pikə indi inməyə başlayır. Məncə bu diqqətdə saxlamaq lazımdır ki, uşaqlara qayğı olmalıdır. Yox, mən bu haqda heç bir məlumatım yoxdur. Çox uşaqlı ailələrə, nə bilim, az təminatlı ailələrə köməkdir. Bu çox yaxşı olardı ki, davamlı olsun. Məlumatım yoxdur qızım. Sosial müavinətin təyin olunması üçün artıq əksər hallarda heç bir quruma getməyə ehtiyac yoxdur. Proaktiv sistemlə bu müavinət avtomatik təyin olunur. Lakin mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatlar əks olunmadıqda aidiyyatı sənədlər təqdim edilməlidir. Bu zaman müraciət Dövlət Sosial Müdafiə Fonduna və ya dost mərkəzlərinə ünvanlanır. Bu sosial dəstək yalnız Azərbaycan vətəndaşları üçün deyil, ölkə ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də nəzərdə tutulur. Hazırki statistikaya görə 1 yaşınadək uşağı olan az təminatlı ailələrə müavinət alanların sayı 2836 nəfər təşkil edir. Sosial müdafiə sahəsində həyata keçirilən bu addımlar az təminatlı ailələrin yükünü azaltmağa və körpələrin sağlam böyüməsinə töhfə verməyə yönəlib.